Əbədi nura eşq olsun. Amin. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük, əzizlərim. Bu gün bazar günüdür. Ancaq mən belə başa düşürəm ki, fəaliyyətimizdən qalmamalıyıq. Bacardığımız qədər fəallıq göstərməliyik. Bu bizim işin xeyrinədir. İlk dəfədir ki, Nuranə İsmailova xanım şərh yazıb və bəzi suallar ünvanlayıb. O cümlədən də İradə xanım Hüseynova da sual ünvanlayıb və mən də çalışacağam o sualları cavablandırım. Nuranə xanımın ilk sualı belədir ki, biz bu nurun içindəyik, sual formasında da ki, nurdan söhbət edirik, nurlanmadan danışırıq. Ona görə də mən belə cavablandırardım. Nur deyəndə elə biliyi, savadı, dərrakəni qəbul etmək lazımdır. Nur ilahi məqamdan ali səviyyədə istiqamətlənən fikirlərdir ki, o bu həyatın gedişatında çox böyük əhəmiyyət kəsb eləyir. Əlbəttə ki, Allahımız nurunu bütöv kainatdan əsirgəmir, o cümlədən də bizlərdən. Biliyini bəxş eləyir, daim nur saçır, o nurun özüdür. Yəni, tamam kamal bir bilik sahibidir. Və ikinci sual belədir ki, bu nuru görə bilərikmi? Əlbəttə ki, əgər bəsirət gözü, ona ağıl gözüdür də, bəsirət deyirlər, açıq olarsa, o nuru görmək mümkündür və bəsirətlilər də o nuru görə bilirlər. Bizim də bütün cəhdimiz ondan ibarətdir ki, oyanaq, bəsirət gözümüz tam açılsın. Bu maddi gözlərlə çox şey görürük. Ağlımıza uyğunda onun gücü qədər başa düşüb anlayırıq, qəbul edirik. Amma bu kifayət etmir. Əgər bəsirət gözü tamam açılarsa, sözsüz ki, biz nurun nə demək olduğunu və onun varlığını olduğu kimi görə bilərik. Bu barədə Quran-ı Kərimdə Əl-Qiyamə surəsində deyilir. Orada nur adı çəkilmir. Demək, Allahımıza xitabən deyilir. Mən bir dəqiqə onu açım. Ki, nuru biz görə bilərikmi? Əvvəla nur Allahımıza aiddir. Amma bilirəm sizdə bu fikir hardan yaranıb, hansı ki, məni tanıyan, hörmətli olan, sevən insanlar ki var, haqsevərlər, mənə bu cür müraciət eləyirlər. Nur müəllim və yaxud da ki, Etibar bəy Nur İlham deyir. Eləcə də haqsevərlərdən Etibara xitabən deyirlər ki, Nur qardaşım və heç də yanılmırlar. Bu onların fikirləridir, qəbul etdikləridir. Amma bu o demək deyil ki, Nur adı Allaha məxsusdursa, onlar bizi Allah kimi qəbul edir. Ölkədə fond var, Heydər Əliyev fondu. O fondun prezidenti var. Şirkətlər var, şirkətin prezidentləri var, assosiasiya var,
Onun da prezidenti var ve aynı zamanda da ölkə rəhbəri var prezident olarak. Ölkə rəhbərindən qeyri prezident adlananlar ölkə rəhbəri kimi qəbul olunmur. O qurumun prezidentidir, rəhbəridir. Amma ölkə rəhbəri bütöv ölkənin prezidentidir. Görürsünüz, ifadədə heç bir fərq yoxdur. Prezident sözü eyni cür səslənir. Amma biz hamımız bilirik ki, bu ölkənin rəhbəri yalnız prezidentdir də, belə götürək. Yerdə qalanlar şirkətlərin, fondların və yaxud da assosiasiyaların prezidentləridir. Bizə də nur deməklə biz Allah olmuruq ki. Necə ki orada elə müqayisəlidir, burada da belədir. Məni görürsünüz və yaxud da ki, kiməsə nur deyərlərsə, onu da görərsiniz. Ancaq Allahı görmürsünüz. Görmək məqamı var. Oxuyuram. Buradan Əl-Qiyamə surəsinin 22-ci, 23-cü ayələri. O gün neçə-neçə üzlər sevinib güləcək. 23-cü ayə. Öz Rəbbinə baxacaqdır. Rəbbinin camalına tamaşa edəcəkdir. Yəni, uca Allahımız layiq olanlara, bəsirətlilərə və o mötəbər həyatın sakinlərinə görünəcəkdir. Əgər buna şübhəniz varsa, buyurun fikrinizi yazın ki, Quranda səhv yazılıb, düz deyilməyib. Camal da sifətdir, simadır, görünüşdür. Və deyir, öz Rəbbinə baxacaqdır. Demək, o görünəcəkdir. Onun görüşünə hazırlıq gedir. Ki, layiq olanlar onu görsünlər. Və elə də olacaqdır. Bu mümkün olandır. İndi mən İradə xanımın da dediyinə bundan həmən Əl-Qiyamədən həmin iqtibası bir daha təkrarlayacağam. Sonra üçüncü sualınız belədir. Bu nur zühur edib özünü göstərirmi? Göstərəcək. Amma hal-hazırda onu görmək mümkün deyildir. Bundan ötürü biz əgər o həvəsdəyiksə, o istəkdəyiksə və inamımız varsa, hazırlanmalıyıq. Necə hazırlanmalıyıq? Bax, həyat fəlsəfəsinin incəliklərini öyrənməklə və öyrəndiklərimizi, bildiklərimizlə sağlam, yetkin və Allahın qəbul etdiyi kimi davranışımızla yetişməliyik. Bu halda bəsirət gözü, ağlın gözü açılacaq və bizlər də qismət olarsa, layiq olarıqsa, o görünəcəkdir. Yəni, Allahın təşrifi gözlənilir. Onun zühuru gözlənilir. Bu dediklərimizə xahiş edirəm, münasibətinizi bildirin. Biz işıqlı bir aləmdə yaşayırıq. Bizimlə bərabər də bütün yaranmışlar. Hərənin həyata bir cür baxışı vardır. Yarasa görürsünüzmü, işıqda uça bilmir, qaranlığı gözləyir. Yarasanın gözü deyirlər kordur, yəni görən gözü yoxdur. O ultra səslə maneələri dəf edir və yaxud da ki, orientirovkanı götürür. Onun üçün gözü əvəz edir o ultra səslər. Kifayət edir onun yaşaması üçün. Bunun kimi də həyatımızda çox yarasalar vardır.
hansı ki həqiqəti görmür və görmək də istəmir. Çünki onun həyata baxışı, qəbul etdiyi, zövq aldığı az deyil. O bununla qane olur, yarasa kimi də yaşayır. Kimlər isə reallığı ilə uca yaradanı görmək istəyirsə, ona mütləq layiq olmalıdır. Yüksək mənəviyyatı və eyni zamanda yüksək şuuru qabiliyyəti ilə. Hörmətli İradə xanım Hüseynova, siz də deyirsiniz ki, Quranda yazılanla mənim dediklərim arasında bir ziddiyyət vardır. Nə olar? Ona da bir aydınlıq gətirək. Yəni, mənim sözümə rəğmən deyirsiniz ki, Məhəmməd Peyğəmbərdən sonra Peyğəmbər gəlməyəcək. Və oxuyuram. Düz deyirsiniz, burada belə yazılıb Quranda. Bax, burada yazılıb ki, siz də şərhinizdə qeyd edibsiniz türkcədən. Əl-Əshab surəsi ayə 40. Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Oğul odur ki, kişinin öz belindən əmələ gələ. Lakin o, Allahın rəsulu, elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir, şükür varlığına. Axı, Məhəmməd Peyğəmbər dünyaya gəlməmişdən 630 il əvvəl İsa Peyğəmbər var idi və Peyğəmbər kimi də qəbul olunmuşdur əksəriyyət tərəfindən. Bu inkar olunandır. Bəziləri sosial şəbəkələrdə yazırlar ki, bu adda insan olmayıb. Demək, bunu deyənlər İsa sevərlərdən çox ağıllıdırlar. Əgər belədirsə, İsa Peyğəmbər Peyğəmbərlik məqamına çatmışdı. Hətta Məhəmməd Peyğəmbər ruhu şad olsun, Meyrac zamanı deyilənə görə onu Allahın sağ tərəfində oturan görmüşdü. Yəni, elə qəbul etmişdi ki, belə bir həqiqət vardır. İndi onu yazan nə dərəcədə düz yazıb, səhv yazıb, bu onun günahıdır. Ancaq Quran-ı Kərimdə hələ ki, bax, bu 3 ayəni oxuyuram. Deyir ki, o, Məryəm oğlu İsa ancaq nemət, peyğəmbərlik verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir bəndədir. Quran təsdiqləyir ki, o peyğəmbər idi də, var idi. Hələ Məhəmməd Peyğəmbərin anadan olmasına 630 il var idi. Təsdiqlənmişdi və Quran da onu təsdiq edir axı. 2-ci, 61-ci ayə. Yəni, bu surə Əz-Zuxruf, Qızıl Bəzəklər surəsidir. Onun 59-cu ayəsini oxudum. İndi 61-ci ayədə görün nə deyir. Şübhəsiz ki, o İsa'nın zühuru qiyamət saatı üçün bir əlamətdir. Demək, o zühur edəcəkdir də. Gəlməlidir, zühur etməlidir. Qiyamətə şəkk etməyin və mənə tabe olun. Bu doğru yoldur. Nəhayət 63-cü ayədə deyir ki, İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi, həqiqətən mən sizə hikmətlə, peyğəmbərliklə, həm də ixtilafda olduğunuz bəzi şeyləri Tövratdakı bir sıra dini hikmətləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin.
Mən də sizlərə söhbətimdə dedim ki, ali varlıqlar mənimlə danışanda ya peyğəmbər deyə müraciət edirdilər. Mən ki o iddiada deyiləm ki, mənə itaət edin, məni peyğəmbər kimi qəbul edin. Bax, 1500 çıxışa az qalıb. Bir dənəsində əgər tapsanız ki, mən iddia yürüdürəm ki, mən peyğəmbərəm və yaxud da ki, mən İsa peyğəmbərəm, buyurun. Daha mən bir daha çıxış etmərəm. Mənim o iddiam yoxdur. Niyə iddiam yoxdur? Onu da deyəcəm. 3 ayəni oxudum peyğəmbərin zühuru barədə. Quran təsdiqləyir, o zühur edəcəkdir və qiyamət əlaməti olacaq, elə deyilmi? Bax, bu mənim qəyyütnamə kitabımdır. Neçənci ildə? 2001-ci ildə. 25 il bundan əvvəl Allahsevərlər tərəfindən çap elətdirilib. Orada tərsinə oxunur. Güzgüyə tutsanız, lap aydınca oxuya bilərsiniz. Görürsünüzmü nə yazılıb orada? İlham İsa peyğəmbər. Qəyyütnamə. Mən isə 97-2000-ci illərdə 3 illik ərəfədə İlham İsa peyğəmbər adı ilə insanları qəbul etmişəm. Axın olub. 3 il mən evdən kənara çıxmamışam. Ancaq gələnləri qəbul etmişəm. O adla. Çünki elə də fikir almışdım və çəkinmədən də çıxış edirdim. Sonra isə insanlar çaşqınlığa yol verdilər və yaxud da ki, inkara yer verənlər də az olmadı. Və mən nəhayət görüşü dayandırdım aldığım tapşırıqla. Gecə saat 5-in yarısında. Və o gündən etibarən o iddiada olmadım. Baxmayaraq ki, indinin özündə də mənə elə müraciət edənlər var. Hansı ki, inanlıdırlar. Mən isə adi insan kimiyəm, hamıdan heç də artıq deyiləm. Yaşayıram, işimdə, gücümdə, fəaliyyətindəyəm. Bax, gördünüz, oxudum qəyyütnamə İlham İsa peyğəmbər adı ilə və eyni zamanda da görübsünüz o profili, şəkil yanımdadır burada. Nur Nizaminin şəklini çəkmişəm. Ayağının altından yazmışam ki, İlham İsa peyğəmbər çəkib. Onun böyüklüyü qarşısında hər zaman da elə baş əyirəm. Nur Nizaminin ruhu qarşısında. Ona olan məhəbbətimdən. Çünki o sirli bir insan idi. Uca Allahımız onu qorumaq naminə nizami təxəllüsü ilə insanlara tanıtdı. Əks halda ona qarşı da hücumlar olardı. Çünki o kəlamları insanlara çatdırmalı idi. Həmişə yaşar kəlamlar da fikirlərdir. Peyğəmbərə 40 sual kitabı var. Tapın, oxuyun. O 40 sualı. Orada heç kimin zühurundan yox, İsa peyğəmbərin zühurundan məlumat verir peyğəmbər. 40 sualdan biri və cavabı odur. Sonra Hasan Məzarçı Türkiyədə. Siz də Türkiyə ilə əlaqəlisiz. Ya indi orada yaşayırsınız, bilmirəm, ya buradasınız. Quranı da türkçədən oxuyursunuz həmişə, elə yazırsınız. Hasan Məzarçı özünü İsa peyğəmbər kimi qəbul etdi. Qiyafəsini dəyişdi, saçı, saqqalı, geyimi. Onu qəbul edənlər də var, qəbul etməyənlər də var. Sonra Trumpın özü, başlığı deyirəm, YouTube'da axtarın. Yazılıb ki,
Belə yazın. Tramp niyə özünün İsa Məsih kimi görünən təsvirini silib? Baxın, o da özünü xilaskar kimi qəbul etdi və elə bir, bilmirəm, o rəsm əsəridir, nədir, çəkdirib, sonra da indi onu silibdir, təsviri sildirib. Baxın, YouTube-da görəcəksiniz Tramp barədə. Və yaxud da özünü peyğəmbər adlandıran bir xanım var. Türkiyədə özünü peyğəmbər elan etdi. Bu başlığı yazın. O xanımın şəkli gələcək, danışıqları var və özünü peyğəmbər kimi qəbul edib. Ələsgər Musayev var Azərbaycanda. O da özünü peyğəmbər elan edib. Və bir çoxlarını tanıyıram. Şəxsən tanıdıqlarım da var ki, özünü İsa peyğəmbər kimi qəbul edib və belə də fəaliyyətdə olub. Hətta demişəm bu barədə, mənim böyük qardaşım icazə ilə mənim yanıma gəlib ki, görəsən məni qəbul edər, etməz. Mənim yanımda olub o 3 illik ərəfədə. Sonra özünü unutdu, ruhu şad olsun da, canım ciyarım qardaşım idi. 8 yaşda məndən böyük idi. O iddiaya düşdü. Saqqal saxladı. Bir evlərə gedib xəstələri müalicə edirdi. O mənbə azalana qədər biotokla insanları müalicə edirdi. Və deyirdi ki, İsa peyğəmbər öydə oturmaz. Özünü İsa peyğəmbər kimi qəbul etdi. Amma sonra o enerji bitdi, akkumulyatorun enerjisi bitən kimi. Və o güc qalmadı onda. Və dünyasını da dəyişdi. Ruhu şad olsun, qardaşım idi, yola saldıq, öz dünyasına getdi. Bununla da üzləşmişəm, rastlaşmışam. Və eləcə də bir çoxlarını tanıyıram ki, özünü peyğəmbər kimi qəbul edib. Mənim yanıma bir nəfər gəlirdi, yaşda məndən 1-2-3 yaş böyük olardı. Onun qardaşı da mütəmadi olaraq gəlirdi, elə dönüklərdən biri də o oldu. Həmin insan, qardaşı şikayət edirdi ki, deyirəm məndən böyük idi. O biri qardaşı bundan da böyük idi. Deyir, bacımı döyür ki, sən məni niyə peyğəmbər kimi qəbul etmirsən və yaxud da ki, mənə peyğəmbər demirsən. O mənim yanıma gəlib. Və eləcə də mənə gizli halda da ironiya ilə dedi ki, kitabları görüb. Bu kitablardan istifadə edib, yəni peyğəmbər adı ilə çıxış etmək nə dərəcədə doğrudur, düzgündür. Onda mənə həmin məqamda o 1001 kəlamın tapşırığı gələn kimi fikir gəldi ki, əgər belədirsə, indi sən kitablardan yazacaqsan, qoy dünyanın alimləri yığışsınlar bir yerə, elə bir yazını ərsəyə gətirsinlər. O, məsuliyyət adlı yazıdır. Hansı ki, hər söz bir dəfə yazılır. İkinci dəfə o söz yazılmır. Eyni hərfdən ibarət olsa onu yazmaq olar. Yəni ki, yazmışam da bir dəfə ya 2 dəfə ki, T hərfi ilədir, T hərfi ilə başlayan sözü yazmışam ona uyğun olaraq. Və 32 abzasdır gərək ki. A hərfindən başlayır, Ş hərfində qutarır. Hər bir müddəa, hər bir fikir. Amma bir dəfə işlənmək şərti ilə. Buradadır. Oxumuşam sizə, izahını da vermişəm. Yəni, bax budur. Məntiq adlanır. Hamısı A hərfi ilə başlayır, hərflər ardıcıl olaraq bir dəfə işlənən sözlərlə. Ş hərfində qutarır. Bax budur. Həmin məntiqi elə başlığını deyim ki, lap yerində olsun. Məntiq. Və bu məntiq başlayır belə. Bir dəfə işlənir, təkrarlanmır söz və əlifba sırası ilə deyilir, amma hamısı istiqamətlənib bir mərkəzə ali fikirlərlə
orada insanlara tövsiye edilir, söz deyilir. Buyursunlar kim bacarır, beləsini yazsınlar. Ki bir dəfə işlənsin söz, amma mahiyyət eyni olsun. Hamısında ardıcıl olaraq. Mən isə iddia etmirəm ki, mənə peyğəmbər deyin. Ona görə o iddiadan əl çəkmişəm. Və yazmışam ora İlham müəllim, əvvəllər yazırdım. Bir nəfər elmlər namizədi, səhv eləmirəmsə, botanika üzrə yoxsa biologiya üzrə. Mənə şərh yazdı, deyir hələ utanmaz, özünə müəllim deyir. Hansı ki, mən orta məktəblə musiqi məktəbi bir zamanda qurtardım, 70-ci ildə. 6 yaşından getmişdim məktəbə. Həmin ildə məni musiqi məktəbində müəllim saxladılar. 16 yaşım var idi, artıq mən pedaqoji fəaliyyətdə idim, dərs deyirdim. 5 il. Sonra isə axşam şöbəsində oxuduğuma görə institutdan tələb etdilər ki, ixtisas üzrə işə getməlisən və mən getdim çilingərliyə. Qənnadı fabrikində çilingər və ali məktəbi bitirən kimi də məni mühəndis qəbul etdilər. Hansı ki, mən müəllim işləyəndə o deyən insan heç məktəbi qurtarmamışdı. Deyir, utanmaz, hələ özünə müəllim deyir. Məgər mən utanmalıydım? Bax, indi yazırdım, İlhamı yazırdım. Əvvəl müəllim yazırdım, sonra İlhamı, yəni müəllim. İndi isə görürsünüzmü, heç adımı da yazmıram. O müəllimliyi də qoymuşam bir kənara. Adi bir insan kimi, sadə bir insan kimi fikirlərimi söyləyirəm və deyirəm, məni peyğəmbər kimi qəbul etməyin. Mən yaxşı adam deyiləm, mən pis adamam. Amma bu dediklərimə diqqət yetirin. Əgər o sözdə bir çaşqınlıq varsa, buyurun qeyd eləyin ki, bu düz söz deyil. Bu Allah kəlamı deyil və yaxud da ki, bu ali səviyyədən gələn fikir deyil. İnkar edin, yazın da, tənqidi yönümdə yazın ki, bu nə fikirdir siz deyibsiniz, bunun izahını verin. Yox, əgər o ali səviyyədən gələn fikirdirsə, demək, bunu qəbul etməyən Allahın varlığına inanmır və qəbul etmir ali fikirləri. Siz də onun kimi. Və fikirlərimi də dedim sizə. Baxın, Hasan Məzarçıya baxın, yazın gələcək, Türkiyədə yaşayır, bilmirəm, dünyasını dəyişib yoxsa yox. Və yaxud da ki, Peyğəmbərə 40 sual kitabında axırıncıdır. Peyğəmbərə 40 sualın bir cavabı, sualı, yəni ki, orada İsa Peyğəmbərin zühuru barədə yazılıb. Amma qeyri kiminsə zühuru orada yazılmayıb, qeyd edilməyibdir. Qurani Kərimdə də İsa Peyğəmbərin zühuruna gedir. Ayrı bir kəsin zühurundan var, ehtimal edirlər. Mən heç kimin fikrinə əks getmirəm. Ehtimal etsinlər. Və yaxud da Trumpın şəklinə baxın, o gözəlliyə fikir verin. Ki, o İsa Peyğəmbər qiyafəsindədir. Və onun kimi də o özünü Peyğəmbər adlandıran xanım. Azərbaycanda bir nəfər də var. Roma papası Azərbaycana gələndə, dünyasını dəyişən Roma papası. Əvvəlki, birinci, bizim yaşımıza görə deyək, elə qəbul edirəm mən. Mənə haqsevərlərdən bir nəfər, özünü doğrultmayan haqsevərlərdən bir nəfər dedi ki, ya Peyğəmbər, o sizə görə gəlib Azərbaycana. O fikri mən almışdım, amma onu dilimə gətirmirdim ki, o mənə görə gəlib, axtarışdadır. Bilmək istəyirlər görək İsa Peyğəmbər gəlib, zühur edib, yoxsa yox. O insanla görüşdü. Necə görüşdü? Zalda hamı əyləşmişdi, o da bir ayağı şikəstdir. Və kükrədi, qalxdı ayağa ki, ona doğru getsin. O qoruyucular imkan vermədilər, onu hop götürdülər. Amma Roma papası dedi, dəyməyin ona. Onunla görüşdü, söhbət etdi.
gördü ki, yox, bu onun axtardığı deyil. Hansı ki, o iddia edir ki, mən İsa peyğəmbərəm. Əlamətləri göstərirdi. Mənim rəngim belə, ayağım belə, yanığım belə, hətta yanında yanıq yeri var idi. Onu açıb göstərdi ki, Azərbaycanın xəritəsidir bu. Yəni, bu qeyri-adi insandır, bu dünyanı idarə edəcək, bu xilaskardır. Roma papası da İncil kitabından, Tövratdan ona hədiyyə etdi. Bununla da bitdi, qurtardı. Belə insan da var. Qiyafəsini dəyişib Bakının şəhərində çomaqla gəzən də var. Yəni ki, mən İsa peyğəmbərəm, mən xilaskaram. Fikirlərini söylüyor. Bunları deməkdə məqsədim odur ki, indi buyurun, bax, siz mənə ünvanladığınız sualı mən də cavab verirəm sizə. Hörmətli Nurayna xanım, hörmətli İradə xanım Hüseynova, bizim Məmmədov adlı İradə xanımımız da var. Buyurun, Quranda deyilənləri izahlandırın. İnkar mı edirsiniz? Orada deyilir ki, onun gəlişi qiyamətin əlaməti olacaq, onun zühuru. Amma mən demirəm ki, o mənəm. Mən gəlmişəm. Mən peyğəmbərəm, siz məni qəbul etməlisiniz. Mənə itaət etməlisiniz. Xeyr, azadsınız. Sadəcə deyirəm ki, ilahidən bəxş olunan bu yazılara diqqət yetirin. Və 3 illik ərəfədə də o adla mən danışmışam, insanları qəbul etmişəm və heç də inkar etməmişəm, göstərdim. İlham İsa peyğəmbər. İndi isə iddia etmirəm ki, ixtiyar sahibisiniz. Sadəcə qulaq asın. Qəbul edirsiniz, çox gözəl. Qəbul etmirsiniz, canınız sağ olsun. Və bir şəkili də bir daha göstərmək istəyirəm sizə. Ki, deyirəm, o nurun zuhuru olacaq, gələcək. Onu görənlər sevinəcək və seviləcəklər. Bu kitab Bhagavad Gita kitabıdır. Bhagavad Gita çox dəyərli kitabdır. Demək olar ki, həqiqətlər burada vardır. Yəni, inkar olunacaq fikir yoxdur. Ancaq müəyyən qədər fərqli şəkildə də. İndi Qurani Kərimdə bir cürdür, burada bir cürdür. Amma bu kitab dəyərli kitabdır. Bax, burada bu şəkil ki var. Bax, bu şəkil. Gərək səhv eləmirəmsə. Bəli, bu şəkil əlində qılınc insanları bir-birindən ayırır. Və burada deyilir, din tənəzzülə uğradıqda, adda yazılıb, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Tanrı özü nazil olur yerdə. Və bu olacaqdır. Hansı ki, dedim sizə ki, onun təşrifi gözlənilir, ona hazırlıq gedir. Nur, bəli, zuhur edəcək. Yarasalar üçün yox, gözləri, bəsirətləri açıq olanlar üçün. Bəsirət gözü ağlın gözüdür. Bu gözlər isə hisslərin gözüdür, maddi bədənin gözüdür. Bu funksiyanı daşıyır. Xahiş edirəm, fikirlərinizi bildirin. Mən səhv danışdımsa, buyurun deyin. Quranda düzgün yazılmayıbsa, onu da deyin ki, Quranda düzgün yazılmayıb. Mən ola bilsin ki, düzgün başa düşmürəm. Oxudum, siz də fikirləşin bu barədə. İndi isə mən Etibar bəyin göndərdiyi yazılardan oxuyacağım. Axırda bu qərara gəldim ki, mən telefonumdan istifadə edim. Əvvəlki telefonumdan. Oxuyum, da onları yazmaq, köçürmək, nəsə
Belə daha uyğundur, məqsədyönlüdür. Sağ olsun Etibar bəy də narahat olur ki, mən yazıram, köçürürəm, sonra nəysə belə də. Oxuyacağam burdan. Sonuncu iki fikir də çox xoşuma gəldi və burada deyilir: bütün haqq-sevərləri salamlayıram. Yəni Nur İlhama salamlar olsun. İndi Nur deməklə mən Allah olmadım ki. Dediyim kimi, mən də bu qrupanın prezidentiyəm də. Oğuz sual verib Allaha. İlahi, alın yazısı var ya yox? Və sizlər də şahidi olubsunuz alın yazısı barədə mən fikir söyləmişəm. Orada da əsasən də nəyi deyirəm? Demək alın yazısı yazılıbsa, varsa, sən ondan kənara çıxa bilməzsən. Allahın qanunu kimi qəbul olunur da bu. Necə ola bilər? Olanda deyirsiniz ki, Allahın yazısıdır, onun da taleyi belədir, amma deyəndə alınmır. İnsandır. Hesabat zamanı Allah qarşısında dayanır mühticəsinə və ona sual edilir ki, filan cinayəti niyə etdin? Filan naqislik nədən yarandı? Tutaq ki də belə ittiham olunur. O da deyir ki, mən neyniyim axı? Allahımız alnıma belə yazmışdı. Mən də bu xainliyi, bu naqisliyi etdim. Kiməsə sataşdım, kiməsə təcavüz etdim, kiminsə evini yardım. Mənim taleyimdir də, bu yazılıbdır, mən də o cür hərəkət etmişəm. Bu proqramdan kənara çıxmamışam ki. O günah daşıyır belə olan halda ki, sən belə etməlisən. Bu sən Allahın yazdığıdır, hökmdür. Amma burada çox gözəl cavab deyir və mən də onu təqdir hesab eləyirəm. Deyir ki, bunu sual verəndə ki, ilahi, alın yazısı var ya yox? Allah çox dərindən ah çəkir və deyir: mən heç kimin alnına qara yazı yazmaram, balam. Çünki mənim qələmimdə qara mürəkkəb yoxdur. Yəni, qara fikir yoxdur, qara məqsəd yoxdur da. Məcazi olaraq deyir, qara mürəkkəb yoxdur. Bax, o olsun Allahı qədər məsələsini belə izah edir. Qəza-və qədər deyir, qədər məsələsini də. Birinci, müsəlmanların dediyi kimi alın yazısı yoxdur. Allah deyir, əgər mən sənin alın yazını əvvəldən yazmışamsa, deməli sən kuklasan. Mən də kukla oynadanam. Onda sənin sevginin, ağlının, seçiminin nə mənası var? Demək, sərbəstliyini itirirsən. Budur, qulaq asırlar, əzizlərim, haqq-sevərlər. Bir dəfə olsun sizin ixtiyarınızı əlinizdən almışammı ki, siz belə etməlisiniz, Allahdan belə bir fikir gəlib. Həmişə azad olubsunuz. O haçalanan yol kimi. İstəsəniz bu yolla gedin, istəməsəniz bu bir yolla gedin. Hər iki yol maneəsizdir. Fikrinizdə azadsınız. İxtiyar sahibisiniz. Mən kukla yaratmaram. Mən özüm kimi yaradaram. Azad. Kimin işinə Allah müdaxilə edib? Amma insan naqisliyindən Allahın hər bir işinə müdaxilə edirlər. Mən orada dağlara baxırdım, sinəsini yarıblar dağların, mərmər çıxardırlar, qızıl çıxardırlar, dəmir filizi, alüminium filizi, dağları yaman günə qoyublar. Bu özü bir naqislikdir. Bilməməkdən, başa düşməməkdən. Sual verdim də, kimin işinə Allah müdaxilə edib?
səhv edən də bizlərik, düz edən də. Hər bir naqisliyə qol qoyan da bəşər övladlarıdır. Biz Allahın yaratdıqlarına müdaxilə edirik. Deyək, ağacları kəsirik, çayların məzrasını dəyişirik və yaxud da ki, dağları əridirik, yerin köksündən neft çıxardırıq. Amma biz nəyisə düzəldiriksə, ona uca Allahımız qətiyyən müdaxilə etmir. Bəlkə belə deyil. O təbii hadisələr ki var, onu da Allah törətmir. Onu da törədən bizlərik. Çünki həyat bizim ağlımızın çevrəsi daxilində cərəyan edir. Biz özümüzü o qədər artıq kiçiltmişik ki, onu özümüzdən görə bilmirik. Mənəmlik var, Allahlıq iddiası var, amma o qabiliyyətimiz yoxdur ki, həqiqəti öyrənək, bilək və elə də davranaq. Allah deyir, əgər hər şey yazılıbsa alına, onda niyə dua edirsən? Dua edib Allahdan nəyisə diləyirlər də, istəyirlər. Nəyisə yox, hər şeyi. Adını dua qoyublar. Niyə yaxşılıq edirsən? Niyə pisliyə görə kədərlənirsən? Hamısı nağıldır onda. Ki, bu olacaqdır da. Və yaxud da oldu da, Allahın yazısıdır, sevinirsən. Niyə oldu? Ağlayırsan. Allah deyir, mən sənin taleyini yazmamışam. Mən sənə qələm vermişəm ki, özün yazasan. Yəni, nəyi varsa sən edirsən də, ey bəşər övladı. Yaxşı və ya pis mənada. İkinci sual belədir ki, bəs hər şeyi Allah bilir deyirlər. O necə olur? Allah deyir, bəli, mən hər şeyi bilirəm, amma bilmək, yazmaq demək deyil. Sən yolda gedirsən, qarşında iki yol var. Həmişə mən deyirəm, bu haçalanmış yol. Biri gül bağı, cənnət. Biri tikanlıq, cəhənnəm. Mən bilirəm ki, sən gül bağını seçsən, nə olacaq? Tikanlığı seçsən, nə olacaq? Hər ikisinin sonunu bilirəm. Amma hansını seçəcəyini sən seçirsən. Uca yaradan bilir və fikir aşılayır. Necə ki, uşağa deyirsən, əynini qalın giyin, xəstələnərsən. Uşaq sözünə baxmır və xəstələnir, üstünə gəlir. Böyük də onu kimi. Deyirsən, bunu etmə, öz ağlı ilə edir bunu. Daha onun qabağına durub demirsən ki, yox, qoymaram sən bunu edəsən. Azad insandır da. Hamımız belə deyilikmi? Mənim bilməkliyim sənin azadlığını əlindən almır. Yəni, mənim bilməyim sənin azadlığını əlindən almır. Addımı sən atırsan. Əksinə, onu qoruyur. Mən sənə baxıb deyirəm, bax, balam, istədiyini seç. Mən hər iki yolda da səninləyəm. Niyə hər iki yolda bizimlədir? Çünki bizdən ayrı deyil. Allah bizim sevincimizə sevinir, kədərimizə kədərlənir. Biz bunu başa düşə bilmirik. Niyə? Çünki varlığımızdadır. Biz onda, o bizdə yaşayır. Amma anlamadığımızdan biz özümüzlə Allah arasında elə bir məsafə yaratmışıq ki, düşüncə ilə. Ki, yox, o dərk edilən deyil, o başa düşülən deyil, o bizdən ayrıdır. O ali varlıqdır, istədiyini edə bilər, istədiyini asar, kəsər, yandırar, istədiyini xoşbəxt edər. Hansı ki, görürük, layiq olmayanlar bizə xoşbəxt görünür. Həyat tərzi ilə biz qibtə edirik ona və yaxud da həsəd aparırıq.
Amma nə ediriksə biz edirik. Deyir, bəs onda həyat nədir? O olsun Allahı deyir. Həyat alın yazısı deyil, yaradılışdır. Burada yaradışdır yazılıb tərcüməyə görə, yaradılışdır. Siz deyirsiniz, Allah belə istədi. Allah heç zaman ədalətsizliyə yer verməz. Heç zaman. Ona görə də layiq olmayan, naqisin biri əgər hər imkana malikdirsə, demək Allah Taala ona məhəbbət göstərir, ona qayğı göstərir. Bu ədalətsizlikdir, onu Allahımıza şamil etmək olmaz. Mən deyirəm, sən belə istədin. Mən də hə dedim. Varlığımızda vicdanımız vardır. Vicdanın səsini eşitməyəndə biz onun altını çəkirik bir əzab olaraq. Vicdan deyirsə, onu Allah deyir. Çünki mənim ən böyük hədiyyəm sənə hə deməkdir. Ki, sən azadsan, sənin addımına qarşı çıxmıram, amma düşüncəm var. Özün ölç, piç və doğru düzgün nəticəyə gəl də. Sən nə istəsən, mən deyirəm olsun. Sən qorxu istəsən, qorxu yaradıram. Sevgi istəsən, sevgi yaradıram. Sən özünü qurban kimi görsən, həyat sənə qurbanlıq gətirər. Özünü yaradan kimi görsən, həyat sənə möcüzə gətirər. Niyə? O gördüyün möcüzəni yaradan sənsən, amma başa düşmürsən ki, hansı səbəbdən o möcüzə ilə üzləşdin? Sənin elə bir qüdrətin var. O qüdrətinin qədrini bil, mahiyyəti bilsən, onda qüdrətini də başa düşərsən. Anlayarsan ki, sənin adi məqamda bir gedişatın var. Ali səviyyədə də bir qüdrətin vardır. Ona görə o olsun Allahı deyir. Sizin alın yazısı dediyiniz şey əslində sizin öz inancınızdır. Siz nəyə inanırsınızsa, onu yazırsınız. Düşüncə ilə onu yaradırsınız. Bu həyat bizim düşüncəmizin məhsuludur. Dönə-dönə demişəm. Həyat lövhəsində əks olunur. Lövhədə, ekranda görünən film harda cərəyan eləyir? Aparatın içində. Aparatın içində o fırlanmasa, işıq düşməsə, sən onu ekranda görməzsən. Amma sən hadisələri süjet olaraq ekranda izləyirsən axı. Qısası, müsəlmanlar deyir, hər şey yazılıb, biz oynayırıq. O olsun Allahı deyir. Heç nə yazılıb deyil, yəni yazılmış deyil. Siz yazırsınız. Mən də izləyib sevirəm. Yəni razılaşıram sizlə. Bizim sərbəst düşüncə tərzimiz olmalıdır. Sərbəst düşüncə ilə biz nəticələri əldə etməliyik. O baxır bizim düşüncəmizin səviyyəsinə. Biz hansı düşüncəyə malikik? Nəticə də onunla uzlaşır. Sənin alnında yazı yoxdur. Sənin alnında işıq var. O işıqla nə yazsan, o olacaq. Şükür edirəm Allahımızın varlığına. Və etibara da təşəkkür edirəm. Bu kimi yazıları qeyd eləyir və çox gözəl yazıdır, doğru düzgün yazılmışdır. Sonra bir çıxış da var. Çıxış deyəndə yazı var. Görüm onu. Elə bir ki, tam mənasıyla ayırt edə bilmirəm. Demək, nə barədədir? Etibar bəy yazıb. Bir dəqiqə onu tapın. Bir balaca vaxtımız var. Görək tapa biləcəm onu. Hansı ki, bura qeyd etmişəm də.
Hə, alın yazısını oxudum və o soruşur ki, bəs sən hardan gəldin? Allahın özünün təzahürü barədə ki, o suallar var, meydana çıxır ki, Allahı kim yaradıb? Burada olmalıdır. Deyim. Bir 10 dəqiqə vaxtımız var. Uzada bilərəm vaxtı, ancaq istəyirəm ki, miqdarında olsun, yorulmayasınız. Uols Allaha sual verir. Arif, müdrik, kamil insan deyirlər. Onlar kimdir? Bunu istəmirəm. Mən o birisini istəyirəm. Görün burada varmı? Sual edir. Yox. Əsas istəyirəm ki, Allahın yaradılışı barədə olanı oxuyum. Görək orada nə deyilir. Hə. O soruşur. Yaxşı, bəs sən hardan gəldin? Hardan yarandın? Və sosial şəbəkələrdə də rast gəlirsiniz. Bəzi insanlar var, çıxışlar edirlər və yaxud da ki, Allahı kim yaradıb? Əgər bizləri Allah yaradıbsa, Allahı kim yaradıb? Bu da həmən sualdır da. Demək, Allah da ona gülə-gülə, amma dərin cavab verir. Təxminən belə deyir. Məni heç kim yaratmayıb. Mən həmişə var idim və həmişə olacağam. Bəli, tam həqiqətdir və belə də vardır. Uols deyir, axı bu mümkün deyil. Hər şeyin başlanğıcı olmalıdır. Allah deyir, başlanğıc anlayışı sizin zaman anlayışınızdan gəlir. Zamanı siz yaratmısınız. Mənim dünyamda zaman yoxdur. Ancaq indi var, yəni mövcud zaman vardır. İndi isə başlanğıc və son eyni nöqtədir. Və mən də bu son zamanlarda sizə dedim ki, elə düşünməyin ki, yer kürəsindəsiniz. Başqa planetdə də yaşayanlar var, siz də orada yaşaya bilərsiniz. Əgər siz o planetə gedəcək olsanız, elə onu bu yer kimi də qəbul edəcəksiniz. Bütün proseslər bu yer kürəsi dediyimiz məkandadır. Məkandan ayrı gedişat yoxdur. O aralıq halıdır. Niyə hara getsəniz bu yer kimi qəbul edəcəksiniz? Çünki bu yer elə sizin öz düşüncənizin çevrəsi daxilindədir. Hər bir yaranmış üçün, insan üçün onun müşahidə etdiyi aləmidir, aləminin içərisindədir. Mən düşünürəmsə, sizlər mənim aləmimdə yaşayırsınız. Siz məni düşünürsünüzsə, mən sizin ailənizin içində, aləminizin içində yaşayıram. Ona görə Allah bizdədir. Biz Allahımızdayıq, bir-birimizdən ayrı deyilik. Bunu başa düşmək üçün həyat fəlsəfəsinin incəliklərini bilməliyik biz, araşdırmalıyıq. İnana-inana, başa düşə-düşə, analiz edə-edə. Yoxsa elə nə gəldi, danışırlar, deyirlər və yaxud da qınamıram onları, oxuduqları, bildikləri budur. Biləni isə eşitmək istəmirlər. Bilən özünü bilən kimi qəbul etmir, bilməz kimi də sadəliklə izahlar verir. Onlar isə bilmədikləri halda özlərini bilikli sayıb səninlə hesablaşmırlar. Hesablaşmasınlar. Onun üçün elə bax bu məkanda bizə zaman müddəti lazımdır ki, o müddətdə biz bağışlayın, bilmədiklərimizi öyrənək, inkara
addım başına yer verməyək. İkincidə deyir ki, mən özümü özüm yaratdım. Bəli, Allah deyir, mən o şeyəm ki, özü özünü düşünərək yaradır. Mən var olanam. Hansı ki deyirəm, yoxdan yaranmayıb, həyat vardan var olub. Mən yox idim ki, var olum. Mən var idim ki, yoxluğun nə olduğunu bilim. Hansı ki, yox dediyimiz özü vardır. O aşkar olana qədər, o başa düşülənə qədər yox kimi qəbul olunur. Kitabda çox gözəl bir cümləsi var. Əgər məni kimsə yaratsaydı, o məndən daha böyük olardı. Onda sən ondan soruşmalı olardın. Sonsuza qədər belə gedərdi. Ona görə bir yerdə dayanmalıdır. O yer mənəm. Biz bilmək üçün düşünürük. Axtarışdayıq. Təkan verici qüvvə ilə onu atırıq ki, məlumat gətirsin, demişəm sizlərə. Eyni zamanda cavab gözləyirik. Demək, dəf etmə qüvvəsi ilə atırıq fikri, cəzb etmə qüvvəsi ilə nəticəni görmək istəyirik. Dəf etmə, cəzb etmə qüvvələrinin təsiri ilə fikir artıq öz trayektoriyasını dəyişir və qayıdır özünə. Oyanışın ilk zamanında mən bu fikri almışdım ki, sən düşünürsən, o çevrəvi trayektoriya ilə özünə gəlir. Həyat sənin öz varlığındadır. Eləcə də hər birimizin varlığındadır. O nəticə də deyir, məndədir. O yer mənəm. Səbəb Allahın özüdür. Və səbəblə də təkamül yaradır. Fikir ondan ayrılır və cəzb etmə qüvvəsi ilə də özünə istiqamətlənir. Nəhayətdə nəticə də özündə hasil olur. Yəni səbəb, nəticə Allahımızın öz varlığıdır. O yer deyir mənəm. Üçüncü, ən maraqlısı budur, əzizim. Allah o olsa deyir, sən mənim necə yarandığımı soruşanda, əslində özünün necə yarandığını soruşursan. Çünki sən mənsən. Mən bu yaxında, dünən ya sırağa günü idi ki, fikirləşdim, tutaq ki, mən həyat barədə, Allahımız barədə düşünürəm. Demək, mən onu axtarış edirəm ki, səbəb mən oluram. Başlanğıc mənəm ki, axtarış edirəm və cavab alıramsa, demək belə çıxır ki, mən Allahdan əvvəl var idim ki, düşünürəm belə. O mənim varlığımdadırsa, demək, mən idim onu kəşf edən. Belə bir fikir beynimdə fırlandı. Bu da həmin ona oxşar bir cavabdır ki, əslində sən özünü axtarırsan. Çünki sən mənsən. Yəni sən və mən eyniyik. İnsan, bəşər evladı bunu qəbul edirmi? O, kükrəyənlər var, din xadimləri var, dindarlar var. Yerlə göylə əlləşirlər. Bu fikri qəbul edə bilməzlər. Qorxa-qorxa. Allahı böyük olaraq sanki qəbul edirlər, amma düşüncələrində və əməllərində Allahın varlığına qeyrilərində şübhə yaradırlar. Özləri də bilmədən, başa düşmədən. Əslən başa düşən elə kükrəməz. Başa düşər. Çünki o dərəcədə başa düşmək qabiliyyətləri yoxdur. Qabiliyyətləri olmayan elə kükrəyir və etiraz edirlər. Bildiklərinə əsaslanırlar, hansı ki, olsun, inkar etmirik. Amma bir halda ki, orada bir yanlışlıq var, yəni tam həqiqət yoxdur və ona çata bilmirlər, onda gərək susub qulaq asarlar.
Qulaq asalar və öyrənələr. Düz deyir, mən tam varlığımla təsdiqləyirəm ki, yəni sən və mən eyniyik. Sən mənim bir parçamsan. Mən özümü sənin vasitənlə dərk edirəm. Mən özümü sənin vasitənlə dərk edirəm. Bizim bilgimiz Allahın varlığını təsdiqləyir. Əgər biz düşünə bilmiriksə, biz qəbul etmiriksə, demək o uca varlıq bizim üçün yoxdur. Amma anlamırıq ki, o vardır, özümüzdədir. Onu özümüzdə tapmalıyıq. O dahilər elə belə demir ki, Allahı dərk etmək üçün özünü dərk elə. Və mən də deyirəm, əgər öz varlığını inkar edə bilirsən ki, sən yoxsan həyatda, onda sən deyən doğrudur. Allah yoxdur, sən varsan. Bacarırsan, inkar elə ki, sən həyatda yoxsan. Varlığını inkar elə. Varlığını qəbul edirsənsə, demək Allah vardır. Ona görə məni kim yaratdı sualı, səni kim yaratdı sualı ilə eynidir. Biz bir-birimizi yaradanlarıq. Bir dəfə yaranan oluruq, bir dəfə yaradan oluruq. Biz kimi yaradırıq? Evladımızı. Evladımız kimdir? Özümüzdür də, təkrarımızdır. Yeni təzahürümüzdür. Əgər uca yaradan bizləri yaratmasaydı, nə ilə o təsdiqlənərdi ki, vardır? Onun varlığını təsdiq edən kimdir? Bizlərik. Elə öz varlığını bizlərdə kəşf edir Allahımız. Çünki bizdən ayrı deyildir. Yəni, sən və mən eyniyik, bir də oxuyuram. Sən mənim bir parçamsan. Mən özümü sənin vasitənlə dərk edirəm. Sənin vasitənlə dərk edirəm, deyir. Ona görə məni kim yaratdı sualı, səni kim yaratdı sualı ilə eynidir. Şükürlər olsun Allahımızın varlığına. Amin. Allah etibardan da razı olsun, sizlərdən də razı olsun. Buyurun, fəallıq edin, hamınıza müraciət edirəm, xahiş edirəm, fikrinizi yazın və şərhinizdə. Niyə özünüzü kənara çəkibsiniz? Bir Allah razı olsun kəlməsi ilə kifayətlənirsiniz. Fikrinizi bildirin də, deyin. Dediyim kimi, bəlkə burada bir yanlışlıq var, bir səhv var. Və əziz o xanımlara da deyirəm, siz də fikrinizi Qurana əsasən izahlandırın. Quranda doğru düzgün deyilirmi? İsa'nın zühurunu gözləyirsinizmi? Gələcəkmi o? Və yaxud da ki, İmam Mehdi sahib zaman zühur edəcəkmi? Hamı gözləyir axı. Müsəlman aləmi, xristiyan aləmi gözləməkdədir. Və mən də gözləməkdəyəm. Mən özümü ortalığa atmıram ki, mənəm, ayrısını axtarmayın, gəlmişəm. Xeyr, mən o fikri almışam, o fikirlə də fəaliyyətdə olmuşam, Allahın dediyinə əks getməmişəm, özümü elə qəbul etmişəm və bəxş etdiklərini də qələmə almışam. İndi də onları sizlərin nəzərinə çatdırmalıyam və çatdırıram da. Vəssalam, ayrı mən heç kiməm, kiməm? Sizlərin bir bərabəriyəm. Özümü sizlərdən artıq hesab etmirəm ki. Hələlik söhbətimiz bu qədər. İnşallah sabah qismət olarsa, növbəti çıxışı hazırlayacam, nəzərinizə çatdıracam. Məni dinləyən, şər yazan, yazmayan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Allah eşqi ilə sizləri bir daha salamlayıb alqışlayıram. Gözə görünməz hal ilə bizləri nəzarətdə saxlayan, yeri gəldikdə köməkliklərini Allah eşqi ilə, qanunla əsirgəməyən hörmətli ilahi varlıqlara öz təşəkkürümü ishar edirəm. Bizim əziyyətimizi çəkən, qoynunda bəsləyən ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm, məhəbbətliyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, o ülviyyətin, o cəfakeşin sevə-sevə səcdəsində və xidmətindəyəm.
Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzdə söhbətimizədək.